Sadəcə qorxmayacaqsan. Uğur əldə edən insanların heç biri qorxmayıb. Əgər içində qorxu hissi varsa, sən özgüvənsiz insansın. Bunu bir dəfəlik sil, çünki sən doğulduqda sən qorxu nədir bilmirdin. Bunu sənə sistem yeridib. Və boşbekar insanlardan məsləhət almayacaqsan. Əgər sən nəsə istəyirsənsə, o şeyi olan adamdan soruş. Misal üçün, kirayədə qalan bir şəxs sənə heç vaxt ev almağın sirrini deyə bilməz. Və yaxud da ki, Jiguli sürən bir şəxs heç vaxt sənə BMW almağın sirrini deyə bilməz. Bu acı reallıqdır, çünki bu belədir. Bilsəydi, özü onu əldə eləyərdi. Xoşbəxtlik axtarırsansa, xoşbəxt olmayan insandan məsləhət alma. Çünki o sənə ancaq özü kimi olmağı öyrədə bilər. Düşünürəm dediklərim sənə az da olsa kömək olar və sən bu haqda biraz fikirləşərsən. Sən ümumiyyətlə kimsən və sən bu dünyaya nə üçün gəlmisən? Mən sənə uğur arzu edirəm dostum. Özünə güvən və hərəkət elə. Heç kəsi dinləmədən.